Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün mən sizinlə bir günlük vloqunu paylaşacağım. Burada səhər yeni açılıb, hava həddindən artıq küləklidir. Bugün biz sizinlə Novruz şənliyini görəcəyik. Əvvəlcə biraz kitab oxuyaq. Budur, artıq vaxt gəlib çatıb. Biz metrodayıq. 28 may metrosundayıq. Çünki bizim Novruz şənliyimizin keçiriləcəyi ərazi 28 may metrosu yaxınlığında Bakı Musiqi Akademiyasının opera studiyasındadır. Burada yolu keçirik. Bu arada kanalıma abone olup like etmeyi, hoş komentler yazmayı unutmayın. Sizin yazdığınız her bir hoş koment ve like beni daha da motivasiya edir. Burada biletini göstərirəm. Kağıt biletini Ünlü opera studiyasının girişini axtarıram. Tamaşamız opera studiyasının internet sitəsində yerləşir. İçəri daxil olanda abu-hava adamın məsləhəti ünlü şahlıq xatirələrini qaytarır. Əlbəttə bir hədiyyəmiz alar, daha sonra isə tamaşamıza baxmağa gedərik. Və burada hədiyyəmizi alırıq. Çox sağ olun. Daha sonra isə tamaşanın keçiriləcəyi sala daxil oluruq. Sala daxil olduqda biraz şaşırıram. Çünkü bizim uşaqlığımızda olan tamaşalarında bu tamaşa arasında böyük fark var. Bizim uşaqlığımızda geçirilən tamaşa zalın ortasında güzel bir salı vardı. Fotoğrafında ise uşaqlar toplaşaydı. Böyüklər arka projekte oturur. Projekte əyləşirlər. Rəsa və keçər ise səhnədə uşaqlara və böyüklərə tamaşa göstərir. Mənim sorsuz uşaqlar bizim Novruz şənliyimiz daha gözəldir. Çünki səhnədə həm keçər, həm keçər, həm də uşaqların olması daha bir sevinç hissi yaradırdı. Və yaşım nə qədər atsa da, həmin günləri xatırlayıb, boş taşıq olsa da, dövrəliyin tutduğunu geri qayıdırdı. O daha canlı, daha isti gəlirdi, nə idi o? Amma yeni hər şey müasirləşir, müasirləşməliyik, inkişaf edir, müasir tamaşamızdan çox hoşuma gəlir. Səsimizin 3 robot oldu, 3 robot. Seyretimizin çok sevdiğim halk mahnısını oynadı ve hem böyükler hem de uşaqlar bu mahnıya qulaq asıb şənləndirlər, əyləndirlər. İndi isə mən susuram, biraz Novruz tamaşasına baxaq. Benim çeşimi? Bunu? Sen gel de. Ay, geçeyim öyle. Ay. Hadi sana. Bu ne kadar iyi. Tabii ki bak. Lay lay geçir lay lay. Gözleri okşayan geçir lay. Burnu okşayan geçir lay lay. Geçer baş geçerden ağlı geçir lay lay. Ay geçir. Uy. Budur mənim sevdiyim hissə gəldi. Afət mahnısı çalınır. Burada robot həm səhnədə, həm də səhnədən düşür. Uşaqların və böyüklərin yanına gələrək rəqs edirlər.
So now you know the game. Are you ready? 'Cause I'm coming to get you. Get you, get you. Hoş geldin. Aa da harika. Hangi olmanı sökeceğim? Hangi olmanı sökeceğim? Ben sizin Navruz Bayramınızı önemli tebrik ediyorum. Çok sağ olun. Size uzun ömür, daha sağlık arzu ediyorum. Aferin hepsi. Sizi ağzınıza hoşbehtlikler getirsin. Artık konuşmamız sonlanır. Bahar bizi tabriklerini Allah en çok koşulurlar. Konuda satılıyorum. Sen evlenseldi. Bu işin iftihar tek olmasın olsun ya. Evet. Kaç yaptı? Geçen kısa ve bahar zıttırları tüm Odansın donlarlar. Baharınız barbat olsun. Balaca dil balalarımız hoşbeht olsun. Navruz Bayramınız Baharcı herkesle sağollaşır ve tamaşa bitti. Burada ise əhalinin sıxlığının azalmasını gözləyirəm və o sırada da hədiyyələrimin içərisinə baxıram, görüm nə var. Mən bu dəfəki hədiyyələrimi çox bəyəndim, çünki İran məhsulları deyildi, Türk məhsulları idi. Önəm vermişdilər. Bu dəfə daha yaxşı içini doldurmuşdular. Çox xoşum gəldi. Burada artıq 28 may metrosuna gedirik. Tamaşa bitib və oradan da sahil metrosundan çıxırıq. Daha sonra isə Malakan bağından yeni festival olan Torpaq əlimizdə, Bahar ürəyimizdə festivalına gedəcəyik. Burada Malakan bağında otururuq. O qədər acmışdım ki, dayana bilməyib artıq hədiyyələrin içərisindəki ərzaqlardan yeməyə başlayıram. Və budur, Torpaq əlimdə, Bahar ürəyimdə festivalına daxil oluruq. Festival çox xoşuma gəldi. Mən həmişə Soyuq əllər isti ürəklər festivalına getmişəm. Bahar versiyasına getmək qismət olmamışdı. İlk dəfə idi ki, baharda keçirilən festivala gedirdim. Çox xoşum gəldi, çox yaxşı idi. Çünki Soyuq əllər isti ürəkdə adam əlləri dona-dona, bilmirsən içinəsən, bilmirsən yemək yeyəsən, oturmağa yer yoxdur. Amma burada isə girişdə stollar qoymuşdular. Burada oturub rahat yeməyini yeyə bilərdin. Burada gəzirəm, bir-bir stendlərə baxıram. Qərar aldım ki, eyni stendlərə yaxınlaşmayım, hansı ki əvvəl daddığım məhsulları dadmayım. Tamam fərqli məhsul dadım və baxdım, gördüm ki, əvvəllər öz malımızdır deyib dadmadığım qutab və kabab stendini istifadə etməmişəm. Ona görə də ən çox üstünlüyü ona verdim. Gəlin əvvəlcə stendlərə və festivala tamaşa edək.
Ve artık burada sol tarafa geçmişim. Quba Ləziz dağlarında bu il gəlir. Onun adına baxmaq istəyirəm. Yeni çıxan və bir çox blogerlərin tərəfindən bir məhsulu dadacağım. Burada bu məhsul alana el üzərində çay hədiyyə verirlər. O qədər üşürdüm ki, tez içdim və yedim. Çox xoşum gəldi, çox dadlı idi. Burada isə oturub hansına gedim, İstanbul'da kalmışdım. Hansına gedim diye fikirləşdim və herhalde gəlirəm ki, bugün emin deyiləm. Üstünlük verim və bir dənə özümdən göz kitabı alıram. Ve bu arada göz hakkınızı helal edin. Ramazan ayıdır, o yüzden hər kəsin orucunu alıp qəbul eləsin. Burada gözləyirəm, isti kitabımı alıram. Məlumat olsun və burada isə köftə alıram, köftə istəyirəm. Göbəşdə kameradan çəkdiyimi görüb şov göstərir və budur. Yine deyirəm, göz hakkınızı helal edin. Bu tat o kadar da wow değildi ama köfte yaxşıydı, xoşum geldi. Burada ətrafı seyr edirəm, biraz gözəlliyə baxıram. Burada özüm üçün statüse qoymağa video çəkirəm. Hindistan məhəbbətini bizim festivala gətirən bacı və qardaşlarımızı çəkib, daha sonra isə Kolpaqalında bahar aylarında festivalını burada yekunlaşdırıram. Cicə və Yununa da salamlar verir. Daha sonra arxada olan səmənini çəkirəm. Ve beləliklə artık festivalımız ve bu videomuzun sonuna geldik. Burada ise eve gelip hediyelerimizi artık bilmem neçənci dəfə açıram ve içərisindəkiləri bir-bir sizə göstərirəm. Videonu bura qədər izlədiyinizə görə sizə təşəkkür edirəm. Like edib, komment yazıb, abunə olmağınızı sizdən xahiş edirəm. Çox sağ olun ki, videomu izlədiniz. Ve budur, hediyeleri bir yığıram. Sonra bir daha size teşekkürümü bildirirəm.